Konteynerin əhəmiyyətindən danışaraq onu vurğulamaq istərdim ki, son illərdə Azərpoçt tərəfindən beynəlxalq təşkilatlarda, Ümumdünya Poçt Təşkilatı və Avropa Poçt Təşkilatının tərkibində müəyyən komitələrdə seçilməsi və vəzifələri tutması üzərimizə daha çox məsuliyyət götürməyimizi məcbur edir. Və bu məsuliyyəti də daşımaq əlbəttə ki, bizim üçün çox böyük bir fəxr hissidir. Hal-hazırda Bakıya Avropa Poçt Təşkilatının nümayəndələri gəlib və Avropa Poçt Təşkilatının əsas işçi qruplarından biri olan Filateliya və Marka işçi qrupunun iclasları Bakıda keçirilir. Bu iclas həm onlayn, həm offlayn formatında keçir. Bu iclaslar zamanı bir çox məsələlər Filateliyanın gələcəkdə inkişafı, Avropa Poçt Təşkilatı tərkibində olan 53 ölkənin əməkdaşlığını və bir çox məsələlər vurğulanacaqdır. Bugün bizim xarici qonaqların Bakıya gəlməsinin də əsas məqsədlərindən odur ki, bu il Avropa Poçt markalarının 70 illiyi qeyd olunur. Avropa Poçt markaları artıq 70 ildir ki, Avropa loqosu altında hər il bütün Avropa ölkələri tərəfindən buraxılır. Bu o deməkdir ki, 53 ölkə hər il eyni mövzuda, lakin öz ölkəsinə məxsus olan markalar buraxır. Bu il isə bu marka məhz Finlandiya poçtunun hazırladığı dizayn altında buraxılıbdır. Çünki Finlandiya poçtunun təqdim elədiyi dizayn birinci yerə çıxmışdı və bu yubiley markası bütün ölkələrdə eyni dizaynda buraxıldı. Və əlbəttə ki, bu bizim üçün böyük bir fərəx hissidir ki, məhz bugün biz xarici qonaqlarımızla Avropa Poçt Təşkilatının iştirakçıları ilə cavan filatelistlər, cavan postproserlərlə bir yerdə xüsusi hazırlanmış poçt kartların təqdimatını eləyəcəyik və bu da ki, əlbəttə ki, ölkəmiz üçün böyük bir təbliğat olacaq.